Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri mən Mərdəkandan salamlayıram. Mərdəkan ərazisindəyik. Bağlar massividir. Hər tərəfində bağ var. Bu bağın yanında o tərəfində bir satışda olan bağı da çəkmişdim. O bağ satıldı. Allah xeyir versin. Özü ev sahibi də yaxşı qiymətə verdi. Mən bir daha söyləyirəm, sizə qabaqcadan deyirəm, dəyərli izləyicilər, kimlər ev almaq istəyirsə, bağ almaq istəyirsə, 4 fəsil yaşamaq üçün ev almaqsa bizə müraciət edin. Qiymətlərə fikir verməyin. Qiymətlər start qiymətlərdir, hamısı başlanğıc qiymətlərdir. Bazara uyğun olaraq, obursu evlərə uyğun olaraq qiymətlər qoyulur. Amma ev sahibləri müştəriyə gələndə, danışıqlar olanda yaxşı endirmələr edirlər. Baxın, elm maşallah qəşəng qar yağır, balaca belə böyüyür. Modern üslubda inşa olunub. Gözəl bir dizayna malikdir. Evin içərisi də qəşəngdir. Bir evdə, bir bağda bugün nə lazımdırsa, balaca bir bağda demək olar ki, hər bir şey var. Bax, üstü bağlı 2 maşınlı qarajımız var. Ümumi avtomatik darvazadan içəri keçən kimi 2 maşın rahat dayana bilər qarajın altında. Onu bildirmək istəyirəm. Sonra həyət üçün nəzərdə tutulmuş qarajın içərisində də piyada keçid qapısının yanında həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Döşəməsi isti döşəmə ilə təmir olunmuş, təhciz olunmuş. Burada cam balkonlu, həm ön hissə, həm yan hissə olan söhbətgahdır. Söhbətgahın daxilində mətbəx mebeli yığılıb, qaz sobası qoyulub, qaz çəkilib qoşulub, su hövzəsi qoyulub, su da qoşulub. Bunun içərisində isə bir dənə orada əl damı var. Həyət üçün nəzərdə tutulmuş əl damı. Hansı ki, həyətdə istifadə olunmayan, həyətdə istifadə olunan əşyaları yığmaq üçün. Sonra buradan keçirik. Söhbətgahın yanında burada kiçik bir su hövzəsi və manqal inşa olunub. Hovuz, isti hovuzdur, hamısı hazırdır. Bütün esenjorudur, aparaturasıdır, hamısı qoyulub, hazır isti hovuzdur. 3 metrənin 10 metrəyə olan hovuzumuzdur. Həyətin su ambarı və hovuzun motorxanası burada, ayağımın altında yerləşir. Onu da sizə bildirim. Mərdəkanda az-az küçələrdə kanalizasiya xətti var. Bütün demək olar ki, evlərin hər birində şambo sistemidir. Şambo sistemləri, şambo necə deyirlər, dərinliyi də qazılmış yerlərdə təmirli çöl darvazanın kənarında olur. Burada da belə bir landşaft hissəsi, yaşıllığı var. Ev yerdən 3 daş hündürdə, kürsülü olaraq inşa olunub. Bura qonaq otağıdır. Evin ümumi giriş qapısıdır. Həm buradan da qonaq otağına da keçid qapısı var. Həm də burada mətbəxdir. Mətbəx otağında da giriş-çıxış qapısı var. Burada evin qarşısında balaca bir verandası var. Qiymət isə bugünkü gündə start qiymət, bugünkü gündə 295.000 manatdır. Bir daha söyləyirəm, kimsə gəlsə, bu evi bəyənsə, yaxşı endirim olmayacaq. %100 söz verirəm. Keçək evin daxilinə. Ay maşallah, evin içərisi istidir, hə Elvin? Qəşəngdir. Qapılar hamısı baxdım, hamısı alüminium. Pəncərələr, qapılar hamısı bahalı, özü qəşəngdir, keyfiyyətli qapılardır. Evin ümumi giriş hissəsidir, dəhlizdir. Burada deyirsiniz ki, balacadır dəhliz, amma qarşıda yer var, genişdir. Dolab yığmaq üçün də yeri var. Genişdir, görəcəksiniz. Sol tərəfdə mətbəx otağıdır. Mətbəx otağında da lazım olan mətbəx mebelidir, qaz sobasıdır, su hövzəsidir. Hamısı qoyulub, sudur çəkilib, qaz çəkilib, qoyulub. Hamısı yerindədir. Birbaşa hovuza və verandaya çıxış üçün olan qapılar və pəncərələr. Pəncərələr də hamısı ciftlidir. Yəni ciftli pəncərələr qoyulur, qapılar. Bura qonaq otağıdır. Sol tərəfdə belə bir divistent yığılıb. Qalındır, qəşəngdir, taxtadandır. Dedim də ev bütöv olaraq isti döşəmədən təmir olunub. Torpağın da evin də qubçası çıxarışı var. Birbaşa ipoteka fonduna təqdim edə bilərsiniz. Burada qonaq otağından həyətə görüntü. Buradan da çıxış var. Buradan da. Mən bayaq ümumi giriş qapının yanında göstərmişdim. O da burada. 25-30 kvadrat olar qonaq otağı. Çox olmaz. Az olar ki, 30-dan aşağı olar. Baxın, burada geniş var. Burada belə bir dolab yığmaq olar bura. Sonra bura belə dəhlizdir. Burada da yığmaq olar. Bura tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Hamısının duş kabinası, unitazı, əl üz yuyanı, hər bir şey mövcuddur. Suyu, qazı, işığı, hamısı yerli yerində, daimi. Küçədə internet, obursu evlərdə internet var. Kamera xəttləri, kondisionerlərin xəttləri hamısı çəkilib.
Böyük geniş bir yataq otağıdır və yataq otağının daxilində olan sanitar qovşağı. İnşallah bazara çıxan bütün evləri mən çəkib sizlərə təqdim edəcəm Elvinlə birlikdə təzə evləri. Bir də ki arada bir olur ki, hansı ki köhnə evlər var ki, onlar qalıb bazarda, bəlkə də müştərilərimizin yadından çıxıb, bizim yadımızdan çıxıb, onları da arada bir gözdən keçirdirik. Onları da çəkib sizlərə təqdim edəcəm. Bu da ki ikinci yataq otağıdır. Burada baxmışam, əvvəldən gəzmişəm. Bütün yataq otaqları hamısı qəşəng, genişdir. 15 kvadratdan yuxarı 20-25 kvadrat, o vəbşi böyük idi. Bu üçüncü yataq otağı. Əziz izləyicilərim, sizə təşəkkür edirəm bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Bizim kanalımıza abunə olmağı dostlarınızdan xahiş edin, əgər görsələr. Göndərin videolarımızı, baxsınlar. Ən sonda isə sizdən xahiş edirəm, bəyənməyi unutmayın.